Nura Suriye'nin hansı mahnısını tanıyırsınız? Vallahi tanımıyorum. Yok, tanımıram. Tanımıyorum elə bilmirəm. Yo abi tanımıram ümumiyyətlə. Hiçbir. Nura Suriye'nin hansı mahnısını tanıyırsınız? Sen tanıyorsan. Bilmiyorum. Nura Suriye'nin hansı mahnılarını tanıyırsınız? Vallahi mən özüm aşığam, aşıqlardan cavab versən qədər. Ondan da sorsan aşk havası bizden bilmeyecek. O şey oxuyanda indi Allah Allah. Biz oydu. Tanımırsınız. Nura Suriye'ni tanımırsınız. Yok tanımıyorum. Nura Suriye'nin hansı mahnısını tanıyırsınız? Brilliantlar. Axır ki birini tapdıq Nura xanımın mahnısını tanıyanı. Brilyantlar yaksın üzerimize, bahalı hayat yaraşır özümüze. Qəribədir ki, sorğunu gör bizim aparıcı kimlərlə keçirir. Siz o gənclərdən soruşsaydınız, Brilliant Dadaşova kimdə, onu da tanımayacaqdılar. Desəydiniz Tünzaylı Ağayeva, onu da tanımayacaqdılar. Desəydiniz Eyza Seyidcihan, bəlkə də Eyza Seyidcihanı tanıyardılar şeirlərinə görə, mahnılarına görə, ifasına görə yox. Əli Mirəliyevi desəydiniz tanıyardılar. Yenə də deyirəm, Əli Mirəliyevi müğənni kimi yox, dedikodu. Ona elə deyirlər də, dedikoduçusu bir adam deyirlər. Dedikoduçu deyil də, sözü üzə deyən adamdır Əli müəllim. Siz Nuradan danışın, Nura xanımla. Təbii ki, onlar deyəcək, onu tanımırıq. Gör kimlərdən, kimləri soruşursunuz. Bu gənclər TikTokdan ayrıla bilmir. Onlar necə müğənnini tanıya bilərlər? Baxırıq da, onlar hansısa bir video paylaşır, üstünə vurduqları musiqilər var da, eşidirik hansı musiqilərdir. Əzim, deyir çörəyi ver çörəkçiyə. Siz elə adamlardan sual edin ki, onlar cavab verməyi bacarsınlar, nə mənada? Onlar tanıyır, dolğun bir cavab da verərlər sizi. O cavab sizi qanid edə bilər. Yoxsa ki, siz filan müğənnini tanıyırsınız. Yenə də deyirəm, inanın, nə Brilliant Dadaşovanı tanıyırlar, nə Tünzaylı Ağayevanı, nə Röyanı. Yenə də deyirəm, 2-3 nəfəri Elzanı tanıyırlar, Əli Mirəliyevi tanıyırlar. Belə, əzizlərim, sorğunu elə insanlarla keçirin ki, onlar cavab verə bilsin.